idi. Gözləyək də görən olar. Sizdə də yaxşı olar inşallah. Əsas odur ki, indi kupçu olmasa da sizdə necə evdədir, aboydu, o divar kağızıdır yoxsa? Bəli, bəli. Salamlayıram tüm dinləyicilər, təşəkkür edirəm dəvətiniz üçün. Yəni divar kağızı ustasının evində divar kağızının olmamağı bu absurd məsələdir. Gördüm. Amma bəzən olur da, yəni məsələn insanlar gördüyü işi heç öz evlərində məsələn tətbiq eləmirlər. Təbii ki, müştərinin evində olduğu səviyyədə olmasa da, təbii ki, usta öz evinə həmişə biraz səhlənkar yanaşır. Usta öz evində yaxşı eləyir, yoxsa başqasının evində? Başqasının evində. Bəlkə öz evində pul vermirlər ona görə. Yəqin ki. Amma pulsuz başa gəlirdi ona özünə. Bəli, bəli. Xoş gəlmisiniz. Çox sağ olun ki, gəlmisiniz. İstəyirəm ki, dinləyicilər sizi biraz da yaxından tanısın. Neçə ildir bu sahədəsiz? İlk olaraq bu sahədən başlamısınız, yoxsa başqa sahə olub? 2004-cü ildən başlamışam. Rəngsaz yanında, belə deyək, şagird kimi işləməyə. 2006-cı ildən başlamışam sərbəst özüm işləməyə və təqribən 2010-2012-ci illər bu aralıqda sırf divar kağızı sahəsində elə bil işləmişəm. Deməli, neçə il dediniz? İndi hal-hazırda divar kağızı işləyirəm. 2012-dən deyək. 2012-dən. Əslində az müddətdə deyil. Nəyə görə dəyişdiniz? Necə oldu? Belə deyim, məsəl üçün rəngsaz işləyirəm, hansısa bir divar kağızından istifadə edirəm və sonra həmən divar kağızını mağaza başqa bir müştəriyə satır və divar kağızında problem yaranır. Müraciət edirlər mən işlədiyim ev sahibinə, mənim nömrəmi götürürlər və deyirlər ki, belə bir divar kağızı siz işlətmişsiniz, amma başqa bir müştərinin evində problem olub. Gedib baxış keçirmişəm və onu belə deyək, bərpa eləmişəm. Ondan sonra mağazalarla belə yəni tanışdığım yaranıb ki, hə, bu usta filan divar kağızını istifadə edə bilir. Bir də divar kağızları təqribən 2005-ci ildən sonra başladı ki, cürbəcür divar kağızları istifadə olunmağa. Onların bir çoxlarını adi, məsəl üçün rəngsazlar belə deyək, boyunlarına götürmədi və mağazanın üstünə atdılar ki, özünüz usta verin ki, problem olanda da siz cavabdehlik daşıyasınız və mağazada mənim kimi digər həmkarları da yönləndirirlər ki, problem yaşamasınlar. Tural bəy, onda izah eləyək də dinləyicilərə bax. Divar kağızları nədir? Divar örtükləri nədir? Bunların fərqi nədən ibarətdir? Belə deyim, ümumilikdə 10-11 növdə divar kağızı və divar örtüyü növü var. Hansı ki, onların hamısından mən istifadə eləmişəm zaman-zaman. Sanıya bilərəm, deməli, bildiyimiz kağız, divar kağızları, vinil, filizilin, şüşə lifli steklaboy dediyimiz divar kağızları, foto divar kağızları, maye aboy dediyimiz maye, belə deyək, divar örtüyü, tekstil divar kağızları, ağac materialından olan bambuk və yaxud mantar deyirik, probka aboy deyirik belə, mantar divar kağızları, bir də dəmir tərkibli divar kağızları. Dəmir tərkibli? Bəli, bəli. Tərkibində dəmir falqa olan, mən paylaşım eləmişəm bu barədə. Dəmir tərkibli divar kağızları, bilmirəm, indi ola bilər hansısa adı yadımdan çıxar, amma bu növdə divar kağızları var. Bəli, ən çox bizdə istifadə olunan kağız, vinil, filizilin divar kağızlarıdır. Yəni ən aktualı, ən çox istifadə olunan 3 növüdür cəmi? Kağız, vinil, filizilin, maye divar kağızı, divar örtüyü deyərdim. Bir də foto divar kağızları istifadə olunur. Mənim şəxsən eşitdiyim hal-hazırda növlərindən, bax, özünüz də gördünüz də sualımla, deməli, içi necə dediniz, falqa olan, yoxsa dəmir olan? Dəmir tərkibli deyirik, bəli. O nə qədər və harada istifadə olunur daha çox məsələn? O əsasən, hansı ki, silinməyə çox ehtiyac olan yerlərdə, məsəl üçün, mətbəx hissədə, hansısa ofislərdə, hansı ki, belə deyək, hərəkət çox olan yerlərdə istifadə olunur. Çox dözümlü materialdır. Su keçirmək qabiliyyəti, yəni
divar kağızının üst tərəfindən 0-a bərabərdir. Yaxşı, bu qədər onun deyir yaxşı tərəfləri varsa, doğrudan istifadə edirlər, yoxsa bir çoxları Az məlumatlı istifadə deyil? olunur. Həm qiymət cəhətdən münasib deyil, həm də ki, biraz istifadəsi rahat deyil və divarın nəfəs almaq qabiliyyətini 0-a indirir. Misal üçün, yataq otağında, uşaq otağında bunu işlətmək məsləhət deyil. WhatsApp nömrəni xatırladım. İndi bilmirəm burada hansı mövzunu qoyacağam. Sizdə hansı növ evinizdə hansı divar kağızlarıdır, yoxsa necə bilmirəm. 055 203 1103 WhatsApp nömrəmizə siz də yazın izləyicilər. Nə suallarınız varsa divar kağızları ilə bağlı, divar örtükləri ilə bağlı, bəlkə bir məsləhətə ehtiyacınız var. Çünki bu elə bir işdir ki, doğrudan da yəni mən gördüyüm, mənim təcrübəmə görə bu iş də əslində bir dəfə görülür. Yəni bu işi də görəndən sonra hər halda o divar kağızı bir illərlə qalmalıdır da. Bəzən olur, düzgün seçim eləmirik, bəzən ucuza qaçırıq, bəzən bizi aldadırlar da. Bu məsələlər çox önəmlidir. Ona görə siz də yazın fikirlərinizi və suallarınızı rahatlıqla ünvanlayın. Tural Ustaya özəl bir sualım var. Bu sualı mən uşaqlıqdan eşidirəm. Əgər dünyaya deyir yenidən gəlsə, yenə aboy ustası olardım. Fikirləşirsiniz bu barədə. Yəqin sizin tanışınız olar, bu bilmirəm. Yəqin ki, çünki bizdə biraz usta müştəri münasibəti bir çoxlar çətindir, nə bilim. O da belə deyək, 50% müştəridə günahdısa, 50% də ustanın özündədir. Bəzən elə müştərilər var ki, digər ustada, səni də digər usta gözündə görür. Məsələn, onu incidifdir, tutaq ki, başqa bir artıq travma alan insan elə bilir ki, elə sən də onlardan birisən. Ona görə də adam insanı özü də əziyyət çəkir, o da travma alır, başqasına keçirir. Belə-belə zəncirvari yaşayırıq. Və deməli, dinləyici yazır Tural Ustaya sual tutaq ki, müştəri aboy, yəni bu divar kağızı almağa gedib, usta tapşırıb, deməli, flizilin idi də o, aboy alsın. Müştəri flizilin aboyu necə tanıya bilər? Yəni, necə etsin ki, satıcı onu alladmasın? Normal firmaya müraciət eləmək lazımdır. Misal üçün, mənşəyə məlum olmayan divar kağızı əgər kataloqda belə baxırsa, onun üzərindəki işarədən bilmək olur. Amma əgər o normal firma döysə, tanınmış firma döysə, hansısa bir, belə deyim də, bir sexdə istehsal olunan bir divar kağızısa, onun üzərində işarələr də düzgün olmayacaq. İşarədən bilmək olur, üstündə qeyd olunur ki, filizilin tərkibli divar kağızıdır. Çox təəssüf ki, bizdə o aldatma hadisələri çox olur. Məsəl üçün, qalın vinil divar kağızlarına kətan və yaxud parça deyə təqdim edirlər müştəriyə. Bu tamamilə yanlış şeydir. Yəni, nə vinil, nə filizilin bunların tərkibində parçadan söhbət gedə bilməz. Filizilin tərkibində tekstil liflər var. Bəlkə də ona istinad edib bunu belə deyirlər, amma o düzgün yanaşma deyil. Bir də mənə elə gəlir ki, mən özüm də olub da bir dükana girmişəm, yəni divar kağızları dükanına belə qeyd eləmək olarsa, indi bilmirəm hansı şirkətə, hara aiddir, maraqlı deyil bu mənə, amma daxil oldum. Gözü ən aldadılan məsələ ondan ibarətdir ki, yəni harda yalan var. Məncə oranın işıqlandırmasında da yalan. Dükkanın işıqlandırılmasında. Çünki baxırsan oradakı aboya, yəni divar kağızına baxırsan, çox bəyənirsən. Çünki oranın işıqlandırmasını elə qurublar ki sənə hər şey parıldayır və yaxud rəngini tamam başqa cür sənə göstərir. Sanki telefonda bir rəngi dəyişər sənə şəklin daha da gözəl. Elə. O ki çıxırsan bayıra, gedib evdə baxırsan da bir də onu hər halda. İndi almısansa bəzən olur axşam vaxtı alırsan. Evdə açırsan, öz işığınla baxırsan, görürsən ki, yox, elə bir aldığın heç bu deyildi. Aparırsan, deyir ki, qardaş, eyni şeyi vermişəm də sənə. Baxırsan, hə, eynidir. Bu məsələlər də var da, necə bunlara toxunmaq lazım. Bizim də çox başımıza gəlib, müştəri məsəl üçün bəyənib kataloqdan və evə gətirib istifadə edəndən sonra deyib ki, yox, bu mən seçdiyim aboy deyil. Məsləhət görürəm ki, çöl əgər günün işıqlı saatdırsa, sizin bəxtiniz olur ki, gec saatlarda, günün işıqlı saatdırsa, çöl işığı tərəfə bir kataloqa tutub elə baxsınlar ki, rəngi effektini daha aydın görsünlər. Yəni bunu bilərəkdən edirlər, yoxsa sadəcə işıqlandırma da deyir, heç kəsin günahı yoxdur? O
seçimdən əlavə, seçim vaxtından əlavə çöldən mağazanın görünüşünə görə əsas eləyirlər. Mağaza nə qədər işıqlı olarsa, o qədər cəlbedici olur, o qədər təbii ki. cəlbedici olar. Bax belə, ona görə mənim başıma elə bir hal gəlib, sonradan gedib dəyişdirmişəm. Sağ olsunlar, dəyişiblər. Əslində mən onlara da günahlandırmamışam, amma real olaraq gördüyüm və fikir verdiyim bu məsələlər var idi. 055 203 1103 divar kağızları ilə, divar örtükləri ilə bağlı nə suallarınız varsa rahatlıqla ünvanlaya bilərsiniz. Biz qiymətləri məsələsinə toxunacaq. Çünki divar kağızlarında əlbəttə ki, qiymətin də keyfiyyətə böyük təsiri var və adətən yəni sadə bir sakin məsələn adətən neçə manatlıq məsələn aboya divar kağızına daha çox müraciət edir. Bundan da söhbətimizi edəcəyik. Deməli, divar kağızlarından başlayaq da. Bax, onun hansı növləri var danışdıq. Hansı otaqda hansı növü istifadə olunmalıdır? Bax, bu da bizə maraqlıdır. Məsələn, deyirlər, mətbəx və vanna otağında vinil divar kağızları istifadə olunmalıdır. Nə deyə bilərsiniz? Buyurun. Bəli, məsəl üçün həmişə bizdə belə bir söz olub, müştəri aboy seçəndə laf köhnədən moşu, əslində yataq otağında və ən çox da uşaq otağında o moşu dediyimiz hansı ki silinə bilən divar kağızı, üzü vinil, qalın vinil qatlı olan divar kağızı istifadə eləmək məsləhət deyil. Burada müştəri... Səbəb. Çünki hava keçirmək qabiliyyəti sıfıra bərabərdir o divar kağızlarının. Bir də misal üçün, əgər bir vinilin belə deyək, ömrü 5 ildirsə, 5 ildən sonra o başlayır özündən bəzi qoxular verməyə. Ona indi nə dərəcədə riayət olunur? 5 ildən məsəl üçün sonra dəyişilməzsə elə olur ki, 10 il belə vinil divar kağızları çox dözümlü olduğuna görə divarda qaydasında istifadə olunubsa qala bilir. Yəni o məsləhət deyil ki, yataq otağında və uşaq otağında istifadə edilir. Bu vinillərin qoxusu məsələsinə toxunsaq, o qoxunu dərhal hiss eləmək olur. Yəni bilmək olur ki, bu məhz həmin o divar kağızından, vinildən gələn qoxudur, yoxsa? Bəli, indi onu... Yəni səhv sala bilərik biz məsələn. Mütəxəssis bəli hiss edir ki, bu vinilin qoxusudur. Amma belə ola bilər ki, adi vətəndaş öz yaşadığı mənzildə heç bilməz, xəbər tutmaz. Elə bilər ki, bu nəsə bir belə deyim, necə deyim, kanalizasiya idi və yaxud digər. Məsəl üçün unutdum nə. Eyb yoxdur, unutursunuz. Mən nömrəni xatırladım dinləyicilərə. Bunu əsas unutmasınlar olar. 055 203 1103 WhatsApp nömrəmizdir. Mən də aşağı yerinizdə olsaydım unudardım. Yəni növləri çoxdur. Hər birinin öz xarakteri var. Mənim yadımda qalmazdı. Ona görə yəni bu işdə necə deyirlər, işini bilən adamsınız ki, hamısını yadınızda saxlayırsınız. Bax belə. Ona görə danışırdıq nədən? Yəni mətbəx, vanna otağında vinil divar kağızları dediniz məsləhət deyil. Vanna otağında və mətbəxdə istifadə eləmək olar. Çünki onların silinmək. Belə deyim, vanna otağında da əgər vinil istifadə olunsa bilə, onun üstündən qoruyucu qat vurulmalıdır ki, gələcəkdə onun nəm çəkmə ehtimalı olmasın. Və yaxud da ki, fotoboy dediyimiz o divar kağızlarından istifadə eləyə bilərlər. Onların da bir neçə növ var ki, vanna otağında istifadə oluna bilər, qoruyucu qata ehtiyac olmadan. Gəlin reklamlara keçdilər. Reklamlardan sonra biz hələ söhbətimizə davam edəcəyik. Hansı evə, hansı otağa, nə növ, hansı növdə təbii ki, divar kağızı, divar örtükləri lazımdır. Bu barədə də danışırıq qonağımızla bərabər. Siz də suallarınızı yazın, gəlsin. Özel evin proqramı davam edir əziz dinləyicilər. Biz divar kağızları və divar örtüklərindən danışırıq. Tural bəy bizim qonağımız da artıq illərdir ki, bu sahənin mütəxəssisidir. İşini bilən ustalardandır. Ona görə dəvət elədik ki, bax evimizdə olan olur divar kağızları, ofisimizdə olsun. Yəni nə məsləhətlər almaq istəyiriksə ala bilək. 055 203 1103 WhatsApp nömrəmiz sizin üçün də açıqdır dinləyicilər. Yaza bilərsiniz nə sualınız olsa. Deməli,
Biz harda qalmışdıq? Ağdam, yox, deməli Tural usta, burada bir dinləyici yazıb ki, deməli, bir aboy var, deyir, özündən deyir, işarələr sanki dəxlisiz dediyinə görə, dəxlisi olmayan işarələr var. Bu haqda fikrinin zəhmət olmasa deyir, ala bilərik. Yəni, yerli istehsalda adını çəkməyəcəm. Deyir, o aboylarda, o divar kağızlarının dəxli olmayan işarələr var. Ne işarələrdir, başa düşürəm? Mən həmən firmanın özünə də müraciət eləmişdim bu barədə. Onlar da sağ olsunlar, normal qarşılarlar. Deyirlər ki, inşallah gələcəkdə düzələcəkdir bunlar hamısı. İnşallah ki, düzələr. Məsəl üçün, orada kəsim işarəsi var. Onu ən çox narazılıq edirlər ki, bu kəsim işarəsi düzgündür. Onlar bildirlər ki, gələcəkdə bu yəni artıq işarələr olmayacaqdır. Nəinki yerli, məsəl üçün, Çindən gələn bir çox divar kağızlarında da bu işarələrin bir çoxlarını görmək olur. Hansı ki, misal üçün deyim, tutuşturma işarəsindən el arasında padqonka deyirik. Tutuşturma işarəsindən tərs düz işarəsinin eyni etiket üzərində yer almağı düzgündür. Yəni bu yerli istehsalda bəzilərində yəni bu problemlər yaşanır. Bəli, əvvəlki etiketlərdə var. Onlar bildirirlər ki, inşallah gələcək etiketlərdə bu işarələr yəni qaydasında olacaqdır. Mənə də maraqlıdır. Bax, özünüz qeyd elədiniz, yaxşı açdınız bu mövzunu da, bu məsələni də. İndi bilmirəm onu Azərbaycanca biz necə qeyd eləyə bilərik. Bax, divar kağızlarını bir-birinə birləşdirirsən ki, tam düz uyğunlaşdırma olsun, tutuşturma olsun da. Yəni çox maraqlı el arasında onun adları var. Bu məsələ bax necə divar kağızlarının nə qədər bu tutuşturmaya aidiyyatı var, yəni təsiri var, nə qədər ustanın gördüyü işin buna təsiri var. Çünki ən mühüm məsələdir də, yəni buna hamı fikir verir. İlk növbədə deyim ki, etiket üzərindəki işarələrin bəziləri usta üçündür, bəziləri ev sahibi üçündür. Misal üçün. Elə də olur. Bəli. Orada standartlar var. Ev sahibi bunları bilmək məcburiyyətində deyil. Sadəcə olaraq satıcı, bir mağaza sahibi satıcı ona məlumat verməlidir bu barədə. Ev sahibinə ki, məsəl üçün bu belə deyək də, bu divar kağızını xəstəxanada istifadə eləmək olar. İctimai yerlərdə istifadə eləmək olar. Amma əgər ev üçündürsə, məsəl üçün, yataq otaqlarında bu divar kağızını istifadə eləsəz məsləhətdir. O ki, qaldı uyğunlaşma işarəsinə, o sırf ev sahibinə yox, ustaya yönəlik bir işarədir. Yəni, ustanın işini asanlaşdırmaq üçün o işarə verilir və usta ilk növbədə etiketin üzərindəki işarələrə baxıb işini görməlidir. O işarələrə uyğun. Əgər problem yaranarsa, artıq belə deyək, öz ustalığını nümayiş etdirir ki, bəzi işçilər görməlidir ki, bu divar kağızının birləşmə yerləri bilinməsin. O, belə deyək, 50-nin 50-yədir. 50% ustadan asılsa, 50% divar kağızının materialından və teksturasından asılıdır. Burada həmin o tutuşturma məsələsində bir də ki, ən mühüm məsələlərdən biridir. Məsələn, bir çox, əminəm ki, dinləyicilər də bunu təsdiqləyəcək, bir çox vətəndaşlar öz evlərinə aboy divar kağızı alanda sadə divar kağızına daha çox önəm verirlər. Bu da yenə də o tutuşturma məsələsinə görə deyirlər ki, bax, şəkillər bir-biri ilə uyğun gəlməlidir, bəzən gəlmir. Bu gəlməmə səbəbi necə ola bilər? Axı, əgər mən məsələn, eyni aboyu alıramsa, məntiqli sualda yəqin ki, bu necə ola bilər düz gəlməz? Belə deyim də, bu divar kağızının teksturasını vuran bir alət val var da, deyək. O valı hazırlayan mütəxəssis bəzən orada səhv eləyir. O da uyğunlaşmanın bir-birinə tutuşmamasına gətirir. Artıq şirkətin özündə səhv eləyir. Bəli. Gör, o səhv gör hara gəlib. Bəli, olur ki, usta məsəl üçün, mən getmişəm, deyiblər ki, divar kağızında problem var, birləşmə yeri bildirir. Getmişəm ki, usta uyğunlaşmanı tutmayıb. Adi
sadə divar Usta kağızı özü kimi, eləyə bilmir. bəli, sadə divar kağızı kimi istifadə edib, ona görə də birləşmə yerləri bildirir. İndi burada sual yaranır. Deyirsiniz ki, deməli əvvəldə şirkət istehsalçı belə deyim də, indi oradakı oranın Bəli, ustası, mütəxəssisi o səhvi buraxdığına görə artıq o şəkilli belə qeyd eləmək olarsa daha şəkil, daha çox cizgilər olan Bəli, bəli. aboylarda bu tutuşturma məsələsində Bəli, problem bəli. olur. Yəni şəxsən biz də evimizə aboy alanda, divar kağızı alanda təbii ki bu məsələyə görə biz sadə divar kağızına daha çox. Sadə divar kağızında həm içki az olur, içkiyə Amma getmir. itki məsələsi də önəmlidir. Bəli. Ən çox da koridor və pilləkən, əgər həyət evidirsə, pilləkən qəfəslərində uyğunlaşması olan divar kağızları, padqonkalı aboylar dediyimiz çox itkiyə gedir. Yaxşı, bəs o şəkilli necə deyirlər, divar kağızı var ha. Bəli. Biz onu deyir bir dənə artığın alsaq o tutuşturmanı eləyə bilərik də, hansılar ki səhv gəlir. Uyğunlaşmanın, yəni Çünki biz kəsib doğrayırıq. Padqonkanın ölçüsünə asılı olaraq bu dəyişir də. Bir də sizdə mənzilin, evin hündürlüyünə görə. Belə deyək, misal üçün deyirəm, 64 sm padqonka varsa, uyğunlaşma varsa, 3.20-dən artıq hündürlük varsa, orada 3 list çıxmır, artıq 2 list çıxır. Bu bir list üzrə içkiyə gedir. Bir də ki, indi bax, bir vətəndaş divar kağızı alanda, düzdürmü? Bunun həmin, yəni satan şəxs bilir ki, ya burada tutuşturma düz gəlməyəcək bu aboyda. Əgər Siz nəyə görə deyirəm? Yəni artıq orada qiymət fərqi görəsən olur, yoxsa necə? qiymət fərqi yox. Heç bir satıcı deməyəcək ki, mənim bu aboyumda problem var. Bunu sizə ucuz verirəm. Onu da heç bir müştəri qəbul eləməz də problemdə aboyu. Amma var da indi adamın imkanı yoxdur deyir, əşk qəbul. Ola bilər. Məsəl üçün tutaq ki, kirayə üçün. Siz bildiniz də sözü kəsirəm, birdən-birə ürəyimdə ol. Bu bildiniz də bu divar kağızı məsələsində cəmaata paylayırdılar. Aləm dəymişdi bir-birinə. Amma deyir yəqin götürənlər də götürüblər. Yəqin ki, ehtiyacı olan götürənlər götürüb, amma ki, yəni millət yığışmışdı. Millət sosial şəbəkələrdə çox yayılmışdı bu. İndi nə deyim, sağ olsunlar da, indi eləyirlərsə eləsinlər. Bəli. Amma biraz da deyir vətəndaşlara həm qınadım, həm qınamadım belə. Mənim qohumlarımdan da gedən oldu ora. Açıq deyim. Deyir biz getdik 2 saat dayandıq, qayıtdıq. Təsəvvür edir. Min neçənci növbədə idik Bəli, mən sosial şəbəkədə də gördüm ki. Siz deyirdiniz o paylayan. Dedim birdən siz alarsınız. Buyurun davam edək. Bax, deməli təbii ki, heç kəs öz deyir malını pisləməz. Bəs onu necə bilək ki, bax bu bir dükana girdiyimizdə necə bilək ki, bax bu şəkilli divar kağızı düz gələcək. Yəni o tutuşturma olacaq. Onu istehsalçı da deyir ki, usta belə deyək, rulonların hamısını kəssin, sonra divarda başlasın yapışdırmaq olmaz. Yəni hamısını mütləq ki, bir rulon 3 dənə list istifadə eləməlidir və özü baxmalıdır. Əgər problem görürsə müştəriyə bildirməlidir, müştəri gəlib baxış keçirməlidir. Ola bilər ki, sən problem hesab elədiyin bir hansısa bir nüansı müştəri problem hesab eləməz, qəbul eləyər. Amma ola bilər ki, qəbul eləməz və bu divar kağızı mütləq dəyişdirilməlidir. Və yaxud da əgər mağazaya bildirəndə mağaza öz mütəxəssisini göndərir, baxış keçirir. Ola bilər ki, səhv ustada ola bilər, divar kağızında problem ola bilməz. Əgər mağazanın ustası normal qaydasında vurursa, heç bir problem yoxsa, deməli çox təəssüf ki, usta dəyişməlidir. Ustanın bir iş prinsipi var divar kağızı görəndə. İş prinsipi nələrdən ibarət olur? Məsələn, bax, adi sual verəcəm. Bir divar kağızını vuranda aşağıdan başlamaq lazım, yuxarıdan başlamaq lazım? Təbii ki, yuxarıdan başlamaq lazımdır. İş prinsipi... Yəni, ola bilər kimsə aşağıdan başlayır, daha yaxşı görür işi. Yoxsa mütləq bunların prinsipləri var? Bilirsiniz, özü kleylənən, hansı ki yapışdırıcı özünə vurur, onu aşağıdan başlamaq biraz çox çətin məsələdir. Eləmək olar, amma bu iş prinsipinə düz gəlmir. Firuzə xanım xəttədir deyəsən, hər vaxtınız xeyir Firuzə xanım. Efirdəsiz, buyurun, eşidirik sizi. Salam, hər vaxtınız xeyir olsun. Salam, buyurun, eşidirik. Mənim qonağa sualım var. Buyurun. Ev təmiri ilə bağlı. Biz düşünürük evi təmir etdirməyi. Sadəcə
divar kağızları hal-hazırda nə qədər aktualdır öyrənmək istəyirəm. Çünki indi dizaynlar daha çox emosiyalar və s. olunur. Bilmək istəyirdim hansını birlikdə seçməliyik, seçimdə nələrə fikir verməliyik. Yəni ümumiyyətlə bir divar kağızından istifadə etməyək, ediriksə nədən edək? Düzdür, mən belə anladım. Başqa əlavə sualınız varsa buyurun deyin. Yox. Teşekkür ederim Firuze Hanım. Hər halda dinləyin. Bir də qiymət məsələsinə də toxunaq da. Neçəlik istəyirsiniz və s. bu barədə geniş danış. Yaxşı Firuze Hanım. Teşekkür edirik. Çox sağ olun. Aha, buyurun. Xanım düz deyir. Təşəkkür edirəm suala görə. İndi bir çox evlərdə emosiya istifadə olunur. Hərəsinin öz üstün cəhətdə, belə deyək də, mənfi və müsbət cəhətləri var. Misal üçün, emosiyanın müsbət cəhəti, o baxır müştərinin gözləntisinə. Əgər çox qabarıq belə görüntüdə görüntü istəmirsə, bu minimalizm deyək də, istəyirsə bu ya emosiya istifadə olunmalıdır və yaxud da ki, emosiya görünüşlü divar kağızları istifadə olunmalıdır. Emosiyanın mənfi cəhəti nədir? Gələcəkdə belə deyək, onu saxlamaq çətindir. Çünki ləkə götürmək ehtimalı, harasa zədələnib onun bərpası çox çətindir. Misal üçün, divarın hansısa bir yerində bir stol toxundu, zədələndi, bir balaca yeri rəngləmək olmur. Mütləqdir ki, küçdən küncə o rənglənsin. Amma divar kağızı ilə arası rənglənirsə, əgər onun bir parçası təmir vaxtı qalıbdırsa, usta asanlıqla gəlib onu bərpa edə bilir. Heç nə də həm də divar kağızı cırılsa bir hissə də götürmək olub, birləşdirmək olur. Özünün yenə deyirəm, mənfi müsbət cəhətləri var. Yəni siz divar kağızı məsləhət görürsünüz? İndi məsləhət görsəm, dinləyicilər deyək ki, divar kağızı ustası olduğuna görə elədir. Yox da, yəni adam soruşub da, nə var ki burada? Reallıq budur ki, divar kağızı daha uzun ömürlü, daha tez başa gəlir. Onun usta pulu da tez başa gəlir. Misal üçün, təmir zamanı əgər bir rəngsaza siz desəz ki, mən evimi emosiya eləyəcəm, boya eləyəcəm divarları, o misal üçün deyirəm, atıram bir 25 manat deyəcəksə, amma desə ki, divar kağızı olacaq 20 manata eləyər. Yaxşı da. Yaxşı, bəs qiymətlər məsələsinə toxunacaq, o heç hələ ki sonraya saxlayıram. Bəs orada hansı divar kağızı məsləhət görürsünüz Firuzə xanıma və digər dinləyicilərə? Baxın, növlərdən. Bəli. Optimalı hansıdır ki, deyir, əl çatandır? Filizilin, arxalığı filizilin olan, üzü vinil olan divar kağızları istifadə edə bilərlər. O filizilini kleyləmək lazımdır, düzdür? Xeyr, filizilin ancaq divar kleylənir. Əgər normal filizilin isə, indi kiməsə maraqlı olarsa deyim, normal filizilin dediyimiz filizilin hər kvadrat metriyə düşən qramajına görə bilinir. Əgər filizilin ayrılıqda istifadə olunursa, məsəl üçün boyanmaq üçün nəzərdə tutulan filizilin divar kağızları var. Bu 120 qramdan yuxarı olmalıdır ki, yəni qramajı, hər kvadrata düşən qramaj 120 kvadratdan qramdan yuxarı olmalıdır ki, normal filizilin sayılsın. Bu filizini dediniz ki, deməli onun divarı dediniz kleyləmək var, özünü yox. Əgər özü kleylənən filizil, məsəl üçün usta üstündə görür işarən ki, ancaq divar kleylənməlidir. Bir list divara istifadə edir, yapışdırır, görür ki, genişlənmə gedir, qırışlar əmələ gəlir, şişlər əmələ gəlir. Deməli, bunun filiziliniz zəifdir və yaxud da ki, ümumiyyətlə filizilin deyil, elə arxası kağızdır. Bu mütləq özü kleylənməlidir. Yəni, onda elə çıxır ki, elə növ divar kağızları var ki, onları heç kleyləməyə ehtiyac yoxdur. Yəni, o barədə ki, divarı elədim bəsdir. Bəli, bəziləri var ki, ümumiyyətcə olmaz. Çünki istifadə eləmək də mümkündür. Məsəl üçün, tekstil divar kağızları var, arxası filizilindir, üzü tekstildir. Onların üzərinə bir damcı kley çıxan kimi ləkəsi qalır. Ona görə divar kleylənməlidir ki, o üzərinə kley çıxmaq məsələsinin qarşısını alasan. Bir də elə növ eşitdiyimə görə elə bir növü də var ki, öz kleyi olur. Bəli, bəli. O hansı növ divar kağızı? Öz kleyi, bəli, məsəl üçün deyim... Özdə onu deyəsən təsiri heç olmur, yalandan yox, öz kleyi olur. Belə deyim, 100% tekstillər var, hansı ki o divar örtüyü, əsl divar örtüyü dediyimiz odur.
O arxasının tərkibində kağız yoxdur. Üzü də tekstildir, arxası da çatan iplərdən ibarət olan. Məsəl üçün mən İtaliyanın çox istifadə eləmişəm həmin firmasını. O bütöv şəkildə vurulur, xalça kimi. Bütöv şəkildə belə deyək, stiksiz vurulur. Bütöv olur. Onlarda mütləqdir ki, gücləndirilmiş yapışdırıcıdan istifadə olunsun. Adi divar yapışdırıcısından istifadə eləmək həm çətindir, ağır olduğuna görə divarda durmur. Həm də ki, gələcəkdə yəni ömrünü azaldır. 055 203 1103 divar kağızları və divar örtüklərindən danışırıq. Sizin də suallarınız olsa bizə yaza bilərsiniz. Və əminəm ki, bir çox dinləyiciləri narahat edən, həm də ki, onların maraqlandığı divar kağızları növləri var. Bizdə deməli dinləyici yazır ki, salam, bizdə usta tavana sulu nəsə yapışdırdı. Dedi, maye divar kağızdır. Dedi, əyrilikləri gizlədərək. Ya gizlədərək dedi, ya da gizlədəcək. Amma əksinə bəzi yerlərdə çökmə verib. Yəqin deyib əyrilikləri gizlədəcək. Amma əksinə bəzi yerlərdə çökmə verib. Bunun həlli yolu nədir? Onun həlli yolu dəyişməlidir. Yəni qaşınmalıdır. Mən nəyə görə bəzən indi maye aboy satanlar inciməsin, nəyə görə müştəriyə məsləhət görmürəm. Onu gələcəkdə dəyişmək istəmək də, tutaq ki, şpaklovkanın üstündən qaşında onun xırda belə tükləri qalır. Onun təzdən üstündən emulsiya eləmək üçün divar təzdən belə deyək, rəngsaz işləməlidir. Şpaklovka ilə, alçı ilə. Yəni işi müşküldür də sonra. Bəli, o belə deyək də, qaşınıb tökülməlidir. Təzdən belə deyək, rəngsaz işləməlidir, şpaklovka ilə düzəlməlidir və təzəndən istifadə olunmalıdır. Deməli, bir dinləyici yazıb ki, aboylar dekorativ boyalarla rəqabətdə uduzmayacaq ki, çünki rəqabət nəticəsində dekorativ boyaların da qiyməti düşür. Nə fikirləşirsiniz? Hal-hazırdakı vəziyyətdə baxır divar kağızının növünə. Elə divar kağızı ola bilər ki, qiymət cəhətdən gələr dekorativ boyanı keçər, amma standart divar kağızlarından danışdıq. Bəli, dekorativ boya baha başa gəlir, nəinki adi divar kağızı. O ki, qaldı rəqabətə, bir neçə illərdir ki, hələ ki bərabər yol gedirlər. İndi inşallah gələcəkdə bilmək olmaz. O baxır dinləyici dediyi kimi qiymət məsələsinə. Əgər qiymət məsələsi münasib olarsa, belə deyək, əgər müştərinin gözləntisi, yenə deyirəm, təmirdən nədir, görüntüdən nədir? Bəzi divar kağızları var ki, o həqiqətən də dekorativ boyanın effektini verə bilir. Amma diqqətlə baxılanda bu hiss olunur ki, bu divar kağızdır. Çünki dekorativ boya tipdə olan divar kağızları mütləq ki, uyğunlaşmalı olur, padqonkalı olur. Məncə dekorativ boya artıq deyir, köhnə söhbətdir də, yoxsa? Məncə yox. Eləyirlər. Bəli, çox eləyirlər. Yəni o vaxtda lap dəbdə idi. Mən onda hələ bəlkə də uşaq idim. Mənə elə gəlir. İndilərdə kim eləyən, yəqin eləyən var, bilmirəm. O vaxtı təzə, belə deyək, gəlmişdi bizə. Ona görə bir, belə deyək də, bum yaratdı. Dekorativ boya. İndi biraz insanların gözündə adiləşib deyə elə gəlir ki, az istifadə olunur, amma yəni normal qaydada istifadə olunur. İstəyirəm texniki tərəflərdə toxunaq. Bax, divarı işi hazır hala gətirmək üçün də, yəni işi artıq hazır hala gətirmək üçün nələri eləmək lazımdır və bu divar kağızlarını hardan vurmağa başlamaq lazımdır? Divar kağızını mütləqdir ki, üzlük dediyimiz şpaklovkanın üstündən vurulsun. Bəzən olur ki, hansısa usta deyir ki, mən astarı elə işləyirəm ki, üzərindən divar kağızı istifadə edirəm. Bu yanlış fikirdir. Mütləqdir ki, şumal olsun da, belə deyək. O deyir, yəni yon olsun kimidir. Yəni çox narındır, üzlü şpaklovkada, axırıncı üzdür. Onun üstündən istifadə olunmalıdır. Bir də quruntovka məsələsi var. Hansısa divar kağızının altından qurunt vurulmaq məsələsi. Bir çoxları binder dediyimiz quruntlardan istifadə olunur, amma o quruntu divar kağızının altından istifadə eləmək məsləhət deyil. Ya
divar kağızının öz kleyindən, öz yapışdırıcısından istifadə olunmalıdır və yaxud da ki, hansı ki üstündə qeyd olunur, bunu divar kağızının altından qurunt kimi vurmaq olar, o quruntlardan istifadə olunsun. Hansı otaqdan başlamaq lazımdır? Onun belə Fərqi deyək, fərqi yoxdur. Mən öz iş prinsipindən deyim, mən həmişə yataq otaqlarından başlayıram. Belə deyək, hol hissəni axıra saxlayıram ki, giriş çıxış. Amma hol hissə daha çətin olaraq. Məsələn, mən fikirləşirəm ki, böyüdən kiçiyə başlamaq lazımdır. Böyük otaqdan başlamaq lazımdır ki, işin sonra asanlaşsın. Nəyə görə belə deyək də, elə bil ki, otaqlardan başlayıb, axırda da hol işləyib çıxırıq. Ona görə. Bəli. Hə, çıxmaq rahat olsun. Gediş çox qalmayasınız. Gediş gəliş yeri olduğuna görə indi ola bilər ki, siz işləyən vaxtda bir material daşınır, nəsə bir belə deyək, qapılar gəlir. Məntiqlidir həqiqətən. Çünki baxma, burada bir məsələ də var da, biz bilirik. Artıq divar kağızları vurulduqdan sonra bura hava keçməmə məsələsi var. Buna nə qədər həssas yanaşmalıyıq? Köhnədən qalan bayaq qeyd elədiniz, hardan başlamaq? Əslində köhnədən belə bir fikir var ki, mütləqdir ki, divar kağızını pəncərə tərəfdən yapışdırıb gəlmək lazımdır. Bu yanlış fikirdir. Vaxtilə düzgün olub. Nəyə görə? Çünki o vaxt divar kağızları var idi Sovetlər dövründə. Birləşmələr bir-birinin üzərinə qoyulurdu. Bir-birinin üzərinə. Ona görə evlər də, mənzillər də standart idi. Qapıdan girirdin, bir dənə pəncərə və qapı var idi. Qapıdan girəndə sən o stiklərin bir-birinə, yəni aboyun bir-birinin üstünə çıxmağını görməyəsən deyə, gözlə görünməsin deyə deyirdilər ki, mütləqdir ki, pəncərə tərəfdən başlamaq lazımdır. Oradan qalıbdır. Amma indiki divar kağızlarına hansı ki, bu belə deyək, stika vurulur, onlara fərqi yoxdur. Divar kağızlarını qorumaq üçün, bax, artıq iş bitib. Hansı səhvləri eləməməliyik? Bəli, mən o bayaq dediyim iki nüansdan biri də o üçün deyirdilər ki, mütləq qapı pəncərə bağlı olmalıdır. Əslində bu da köhnədən qalma bir şeydir. Çünki o vaxt divar kağızları çox nazik idi. Kleylər də bir o qədər keyfiyyətsiz deyildi. Yəqin ki, eşidibsiz, kraxmalla və yaxud hörrə dediyimiz undan qarışdırılmış bir məhlulla divar kağızları vurulurdu. O vaxtdan qalma bir şeydir ki, indiki divar kağızlarının həm kleyləri yaxşıdır, həm divar kağızları özləri. Həm də hava dəysə biraz da tez quruyar. Bəli, hava divar kağızını həm hava qurudur, həm istilik qurudur. Amma aşırı istidə olmaz, aşırı hava da olmaz. Nəfəsliyi aça bilərsən, məsələn, və yaxud biraz pəncərəni açıq qoya bilərsən. Məsəl üçün, evdə yaşayış var, qış aylardır, evdə temperatur var, çöl soyuqdur. Divar kağızını tətbiq edəndən sonra parlanma baş verir. Çünki yapışdırıcı quruduqca parlanma olur və əgər siz pəncərəni, qapını bağlı saxlayarsınızsa, həmən par qayıdıb yenə divar kağızının üzərinə hopur, belə deyək. Mütləqdir ki, havası dəyişilməlidir. Divar kağızlarının qiymətləri bundan narahatdır insanlar. Qiymətlər neçədən başlayır divar kağızlarının və bax, gəlin belə eləyək də, bu standart biz evimizə alırıqsa neçə manatlıq alaq, hansı növündən alaq? Belə deyim, çox istifadə olunan vinil filizilin bu divar kağızları başlayır 20-25 manatdan, 25-30 manatdan yaxşısı. Yoxsa elə bir növü. Aşağısı. Ondan aşağıda var. O hansı ki püskürtmə vinillə olur. Mən onu onlar tez cırılan olur. Bəli, tez cırılan olur. Yəni standart işlənənlər 25 manatdan, 30 manatdan başlayır. Təqribən belə deyim də bir rulonu 300 manata qədər. İndi sifarişlə gələnlər zad olur. Amma standart bizdə satılanlar 180 manat və yaxud 200 manat. Dükançı bu divar kağızlarını satan şəxs zəmanət verməlidir və yaxud verir. Məsələn, sənin divar kağızın 5 il gedəcək. Yəni, düşməyəcək, dağılmayacaq. Yoxsa necə? Yəni, bu elə bir işdir ki, mən bilirəm, zəmanət vermək çətin olur. Yəni, ümumiyyətlə, qanunla verməlidir, yoxsa yox? Bilirsiniz, verə bilməz nəyə görə? Çünki bilmir. Ola bilər ki, müştəri evi təmir elədi, bir ay yaşadı, sonra köçdü, hansısa bir rayona getdi. Burada yaşayış yoxdur, ev havalanmır, ev isidilmir, artıq orada... Orada artıq aydın, maraqlıdır. Sübut eləyə bilməz ki, sən burada yaşamayıbsan deyə divar kağızı bu vəziyyətə düşür. Usta haqqı məsələsi. Usta haqqı, bax, neçə işi görürsünüz, deyin bizə? Mən açıq deyə bilərəm, elə, məsəl üçün, səhifəyə zada da yazırlar, 5 manatdan başlayır, 50 manata qədər.
kvadrat metr söhbəti gedir. Ola bilər ki, hansısa bir xırda yer işləyərik, ona ümumi qiymət deyirik, amma kvadratla normal kvadratda olan yer işləyəndə 5 manatdan 50 manata qədər. Bu divar kağızının növünə və dizayna görə dəyişir. Mən bayaq sadalayanda məsəl üçün hansı ki indi deyirəm 50 manat vururuq, həmən divar kağızı Linkrus da deyirik, belə el arasında rezinaboy. Odur ki, onu 50 manata vururuq. İstifadə olunmağı çətindir, həm də yetərincə bahalı bir. Yəni siz demək istəyirsiniz ki, divar kağızının növünə görə qiymət qoyursunuz. Yəni onda mən bahalı divar kağızı qoyuramsa mən bahalı adamam. Baha yox, istifadə olunması rahat var, çətin var. Bildim. Yəni onda doğrudan yaxşı 50 manatlıq hansı işdir ki, hansı divar kağızıdır ki, bax 50 manat. Hansı ki Linkrusda dediyim üzü lepka kimidir, belə çıxıntılıdır. Bəzi yerlərinin qalınlığı yarım santı qədər var. O bəli, vurulur. Həm də ağırdır da o. Onu vuranda da ağırlıq məsələsi. Onu əvvəlcədən isladısan. Məsələn bir baçokun içinə də salıb islatmaq olar və yaxud arxasını çox islatmaq lazımdır. Bəli, kleylə yox, adi su ilə islanılır, gözlənilir. İslanıldıqdan sonra xüsusi kleylə, hansı ki o da xüsusi kley tələb eləyir, o kleylə yapışdırıcı ilə kleylənir və istifadə olunur. Sonra birləşmə yerləri hansısa bir macunla bağlanılır. Sonra isə üstündən onun rəngsaz və ya rəssam işləyir. O divar kağızı məsələsi deyil. Mən olsaydım 60 eləyərdim. Yəni çoxdur. Onun da işi çoxdur, çətindir. Asan iş yoxdur. Tural bəy, bir daha təşəkkür edirik. Çox sağ olun ki, gəldiniz. Bizə çox xoş oldu. İnşallah növbəti proqramlarda mütləq yenə sizi dəvət eləyərik. Bir görək qiymətdə dəyişikliklər var yoxsa yox. Mən də təşəkkür edirəm həm sizə, həm dinləyicilərə. Sonda belə bir dinləyicilərə tövsiyəm odur ki, usta seçimində mütləq işinə baxsınlar və ya belə vizual qaydada, məsəl üçün hansısa bir qohumun, tanışın, dostun evində və yaxud da ki, indi müasir texnologiya dövrüdür, bir sosial şəbəkədə araşdırsınlar usta barədə, sonra seçim eləsinlər. Təşəkkür edirəm, çox sağ olun. Əziz dinləyicilər, biz də sizinlə sağollaşırıq. Sabah yenə eyni vaxtda saat 12-də eşidilmək ümidi ilə. Hələlik.